İmam Hüseynin bir qara qulamı var idi. Gəldi İmam Hüseyndən icazə istəməyə. İmam dedi ki, yox, sən döyüşmə, sən get rahat ol, get rahat günlərimi keçir. O özünü təqsirkar bildi. İmam Hüseynə dedi ki, hə, yəqin ki, mənim bədənimin qoxusu pisdir, rəngim, dərimin rəngi pisdir, qara rəngdədir. Əsil nəsəbim yoxdur. Tanınmış nəsildən deyiləm. Mən kiməm ki, sənə yolunda qurban gedəm? Mən layiq deyiləm bu qapıya. İmam Hüseyin onu əzizləməyə başladı. Yox, əzizim, buna görə demirəm. Dedim ki, yəni, rahat olasan, əzaba düşməyəsən, dedi, yox, icazə verin, mən meydana gedim. Deyir, getdi, atdan yerə düşdü. İmam Hüseyin gəldi onun başının üstündə, ilahi, mənim bu qara qulamımın üzünü ağ elə. Onun bədənini ətirli elə. Deyirlər ki, İmam Hüseynin bu duasından sonra müşk-i onun cənazəsindən yayılırdı Kərbəlaya. Ondan sonra dedi ki, ilahi, mənim bu qulamımı bu gecə anam Fatimə-i Zəhraya, Cəddin Peyğəmbərə qonaq elə. Onu onlar qarşılasın. O ki, demişdim, mən tanınmış adam deyiləm, yəni bu qiyamətdə onlarla bir cərgədə dayansın.